Salam hörmətli izləyicilər. Zəhmət olmasa bu videonu bəyənin, qoy hamı bilsin. Xüsusilə kimin evində evi olan şəxs varsa. Mən hüquqşünas Zaur Seyidzadə həmişə çalışmışam ki, birinci növbədə qanunvericilikdən evi olan şəxslər və ya olan ailə üzvləri xəbər tutsun ki, xeyri olsun. Ona görə ki, mən özüm evi olan şəxsin evi arabasındayam. Başa düşürəm ki, insanlar daha çox qanunvericiyə ehtiyacı var. Yəni dəstək alması üçün. Xüsusilə evi olan şəxslər. Bunu mən həm hüquqşünas kimi deyəm, həm evi olan şəxs kimi deyəm, həm də ev təşkilatının rəhbəriyəm bir şəxs kimi deyəm. Nəhayət ki, Cənab Prezident fərman imzaladı, qanuna dəyişiklik etdi Ailə Məcəlləsinə, sosial evlərlə bağlı. Artıq kiminsə sosial evə ehtiyacı varsa, mənzil növbəsindən dura bilər. Rayon üzrə icra hakimiyyətlərində. İndi bu barədə İctimai TV məlumat verib. Eyni zamanda Millət vəkili Vüqar Bayramov fikir bilib. Ona qulaq asaq bir də zəhmət olmasa. Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Yenilənən qanuna əsasən Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsini əldə etmək məqsədi ilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcək. Xatırladaq ki, məcəllənin 48-ci bəndinə əsasən yaşayış sahələrinə ehtiyacı olan hesab edilən az təminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan az təminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Yaşadıkları ərazidə yer icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət etməklə qeydiyyata düşə bilərlər. Nəzərə alsaq ki, sosial mənzil fondunda mənzil almaq üçün yalnız bir dəfə qeydiyyata düşmək mümkündür. Yəni o demək ki, hər bir vətəndaş və ya ailə sosial mənzil fondundan bir dəfə müraciət edib. Yəni bir də dövlət xüsusi ev verəcək, amma onda müəyyən şərtləri var, hörmətli izləyicilər. Yəni müəyyən şərtlərlə verirlər. Əldə etmək imkanına malikdirlər və nəzərə alsaq ki, sosial mənzil fondu daha çox icra hakimiyyəti orqanlarının sərəncamında olur və onların tabeçiliyində olan əmlak sosial mənzil fondu kimi istifadə olunur. Bu baxımdan daha məqsəd uyğundur ki, vətəndaşlarımız yaşadıkları ərazilərdə, rayonlarda və ya şəhərdə icra hakimiyyəti orqanlarına müraciət edərək sosial mənzil almaq məqsədi ilə qeydiyyatdan keçsinlər. Bəli, hörmətli izləyicilər, qulaq asdıq. Məsələ basit ki, həmin evi nə satmaq olar, nə bağışlamaq olar, nə kiməsə vermək olar, nə icarəyə vermək olar. Yalnız yaşaya bilərsiniz. Hörmətli izləyicilər, mən bir şey izah etmək istəyirəm. Əgər ailədə adam başı ev kvadratı 9 kvadratdan aşağıdırsa, mənzil növbəsindən dura bilərsiniz. Məsəl üçün, 5 nəfərə ailədə evin sahəsi 45 kvadratdan aşağıdırsa, o halda mənzil növbəsindən dura bilərsiniz. Digər şərt ondan ibarətdir ki, başqa yerdə adınıza gərək ev olmasın, mənzil olmasın. Hörmətli izləyicilər. Ətraflı məlumat üçün dediyim kimi, mənim telefonuma videonun izahı yerinə qeyd olunub. YouTube kanalında eyni zamanda YouTube kanalının şut bölməsində istənilən videonun üzərində var. Ayağa saxlayırsınız. YouTube kanalına abunə olan şəxslər üçün fərdi qaydada məsləhətin verilməsi 10 manatdır. Bundan əlavə qeyd edin ki, ərizəyə yazıb e-mail WhatsApp ünvanına göndərəm. Hörmətli izləyicilər, dəstək üçün videonu bəyənin, qoy hamı bilsin hüquqlarım. Dediyim kimi, çox yerdə vətəndaşlar mənzil növbəsini götürmür ki, və sizin eviniz var, eviniz sizə düşmür. Yəni mənzil. Amma elə deyil. Orada kvadrat sayı əsas götürün, nəzərə alın. Hörmətli izləyicilər, əsas bir məqamlardan biri odur. Kvadratı az olduğu halda, yəni mənzil növbəsinə dura bilərsiniz. Vacib bir məsələlərdən biridir. Hörmətli izləyicilər, hansı səhətlər lazımdır və nə etmək lazımdır, bu barədə ayağa saxlayın deyəcəm. Amma dediyim kimi, xahiş edirəm ki, suallarınızı səsli mesaj formasında WhatsApp-a göndərin. Üzrü sayın, telefonda biraz problem var, eyni zamanda mənə biraz soyuq deyil, bundan görə ola bilsin ki, səsim biraz bitər çıxsın. Diqqətinizə görə əvvələn təşəkkür edirəm, minnətdaram.
Sağ olun, hörmətli izləyicilər. Abunə olmağı unutmayın. Heç olmasa bir 10 min sataq abunəni. Diqqətinizi sağ olun. Sağ olun.